Peyğəmbər sallallahu aleyhi ve sellem mömin qulu elə vəsf etməyib ki, yəni kamil qul o quldur ki, o xəta etməyəcək. Əslində xəta bəşərin xilqətində var. Allah Taala bəşəri xəta eləyən yaradıb. Xəta eləyəndə insan Allahın rəhmətindən ümidini üzməməli, əksinə Allaha tərəf addım atmalıdır. Allah Taala buyurur ki, Allah Taala ayədə buyurur ki, "Ellezine vellezine iza fa'alu fahişeten ev zalamu enfusahum zəkerullaha fəstəğfəru li zunubihim." O kəslər ki, bir fahiş iş görəndə, çirkin bir əməl eləyəndə Allah onların yadına düşür. Yəni Allahı xatırlayır ki, mən Allaha qarşı düz eləmədim, xəta elədim Rəbbimə qarşı. Allahı xatırlayandan sonra tövbə eləyir. Allah Taala'dan bağışlanma dilir. Allah Taala buyurur ki, "Və men yaghfiru zunube illallah." Günahları da Allahdan başqa bağışlayan mı var? Sonra Allah Taala buyurur ki, "Və lem yusirru ala ma fa'alu ve hum ya'lamun." Belə qullar hansılar ki, xəta eləyəndə Allah yadına düşür və Allahdan qorxur və Allaha tövbə eləyir və həmin günahı tərk edir. O günahın üzərində israrlı olmur. Kim ki belədir, bu ayənin altına düşür. Allah Taala'nın bu ayəsinin altına düşür.